Salam uşaqlar. Bugün sizinlə 8-ci sinif yeni dərslikdən 3-cü bölmə 5-ci dərsin izahına baxırıq. Qan köçürmə və qan qrupları haqqında bugün danışacağıq sizinlə. Əvvəlcə gəlin qan qruplarının tarixi ilə tanış olaq. Landsteiner, Karl Landsteiner 1900-cü ildə 1-ci, 2-ci, 3-cü qan qruplarını aşkar etmişdir. 1940-cı ildə isə Alexander Wiener ilə birlikdə Landsteiner qanda rezus faktoru amilini aşkar etmişdir. Yerdə qalan dördüncü qan qrupunun isə 1907-ci ildə Yan Yanski tərəfindən kəşf olunmuşdur. Bu kəşflərin nə kimi əhəmiyyəti vardır? Təbii ki, qan köçürtmədə qan qruplarının müəyyən olunmasının çox böyük əhəmiyyəti vardır. Bu haqda danışacağıq. Nə üçün hər kəs öz qan qrupunu bilməlidir? Çünki hər hansısa bir deməli belə deyək, qəza olarsa və yaxud hansısa bir qan köçürtmə olarsa ki, belə lazım olarsa, biz mütləq öz qan qruplarımızı bilməliyik. İnsana hər bir qrupdan qan köçürtmək olarmı? Təbii ki, olmaz. Yəni bunu da indi bu dərsimizdə araşdıraq ki, niyə hər bir qan qrupundan qan köçürtmək olmaz? Hansı qan qrupuna bütün qan qruplarından qan köçürtmək olar? Hansı qan qrupuna isə yalnız öz qan qrupundan qan köçürtmək mümkündür? Qan xəstəlikləri və cərrahi əməliyyatları zamanı, yaxud hər hansısa bir səbəbdən insan əlbəttə ki, çoxlu qan itirə bilər. Ki bu zaman ona qan köçürmək lazım olur və qan köçürmə zamanı qan verən insana biz donor deyəcəyik, amma qan köçürülən adama, yəni qan hansı adama köçürülürsə, həmin insana biz resipient deyəcəyik. Qan qruplarının kəşfi qan köçürmək üçün donoru düzgün seçməsinə bizi asanlaşdırdı ki, bu zaman hər hansı bir fəsad olmur. Yəni donoru rahat seçə bilirik qan qruplarına əsasən. Və yaxşı, gəlin görək bəs bu qan qrupları nəyə əsasən müəyyən olunur? Hansı qanın tərkibinin hansı hissəsinə əsasən müəyyən olunur? Biz bilirik ki, qanımızda bir formalı elementlər var, bir də qan plazması var. Formalı elementlərə də eritrosit, leykosit və trombositlər aiddir. Və əgər eritrositlərdə və qan plazmasında olan xüsusi zülallar varsa, bu xüsusi zülallar bizə qan qrupunu müəyyən etməyə kömək edir. Belə ki, eritrositlərdə, baxın burada bizim, bax bu hissədə eritrositlər verilmişdir. Eritrositlərin membranında A və B aqlutinogenləri və yaxud da ki, qan plazmasında, bax burada da qan plazmasını bizə vermişdir. Deyək ki, anti-A və anti-B aqlutininləri vardır. Demək, nə yadımıza saxlayırıq? Eritrositlərdə olur aqlutinogen, amma plazmada olur aqlutinin. Eritrositlərin üzərində olan B aqlutinogenidir. Baxın, burada rom şəklində yazılıb və eritrositin üzərinə yerləşdirilib. B aqlutinogenidir. Burada A aqlutinogenidir. Eritrositin üzərində göstərilibdir. Burada ümumiyyətlə aqlutinogen yoxdur. Qan qrupunda isə hər ikisi var görürük. Və müəyyən edirik ki, əgər eritrositin üzərində B aqlutinogeni varsa, o zaman onun plazmasında anti-A aqlutinini var. Yox, əgər eritrositin üzərində A aqlutinogeni varsa, onda onun plazmasında anti-B aqlutinini var. Yəni A olanda orada tərsinə olaraq anti-B olur. B aqlutinogeni olanda onun tərsinə olaraq plazmada anti-A olur. Əgər eritrositdə heç biri yoxdursa, nə A, nə B aqlutinogeni, o zaman onun plazmasında anti-A və anti-B aqlutinini var. Yox, əgər eritrositin üzərində həm A, həm də B aqlutinogenləri varsa, o zaman plazmada nə anti-A aqlutinini var, nə də anti-B aqlutinini var. Heç biri yoxdur. Və qanda ki, bu maddələrin müxtəlif kombinasiyalarından görürük ki, asılı olaraq 4 dənə qan qrupu almış oluruq. Baxın, əgər heç bir aqlutinogen yoxdursa, biz buna 0 qan qrupu deyirik və yaxud da buna biz 1-ci qan qrupu deyirik. Yox, əgər üzərində hər ikisi varsa, həm A, həm B varsa, biz buna A, B və yaxud da 4-cü qan qrupu deyirik. Əgər üzərində B aqlutinogeni varsa eritrositinin, bu
adlanacaq B və yaxud da üçüncü qan qrupu, B qan qrupu ya da üçüncü. A aqlutinogeni varsa eritrositdə, o zaman bu adlanacaq A qan qrupu ya da ikinci qan qrupu. Demək, qan qruplarını müəyyən etdik və biz indi baxaq görək, bəs yaxşı, bu qan qrupları bu şəkildə göstəriləndən sonra hansı qan qrupları, hansı qan qrupuna qan köçürə bilər? Ümumiyyətlə, qan köçürtmədə belə bir qayda var ki, deməli, heç bir zaman B aqlutinogeni anti-B aqlutininlə rastlaşmamalıdır. Çünki əgər B aqlutinogeni anti-B aqlutini ilə rastlaşarsa, bu zaman aqlutinasiya və yaxud da ki, belə deyək ki, eritrositlərin bir-birinə yapışması, parçalanması verəcək ki, buna biz aqlutinasiya deyirik və bu da insan həyatı üçün çox təhlükəlidir. Və eritrositlərin parçalanması nə zaman demək baş verir? Eyni adlı aqlutinogen və aqlutinlər qarşılaşarsa, rastlaşarsa, bu zaman deməli aqlutinasiya baş verəcək. Yəni, başqa sözlə, əgər mən bunun şərti işarələrlə göstərəcəm, sizə daha rahat olsun deyə. Baxın, A antigeni dairədirmi, düzdürmü? Deməli, bu nədir? A antigenidir. Bu əgər anti-A ilə, baxın, burada göstərilib. Anti-A ilə rastlaşarsa, görürsünüz, bu hissəsini yumru göstəribdir. Bu da nədir? Anti-A. Bunlar rastlaşarsa, o zaman bunlar bir-birinə sanki belə geyindirilir, sanki elə düşünün ki, puzzle kimi, sanki bir-birinə keçirir və bu zaman aqlutinasiya baş verir. Ona görə bunlar bir-birini görməməlidir. Və yaxud da ki, B-ni götürəriksə, B-ni bizdə burada romb kimi göstəribdir. Eritrositin baxın, üzərində olan B-ni romb kimi göstəribdir. Və əgər B aqlutinogeni anti-B ilə rastlaşarsa, görürsünüz, burada belə rombun bir hissəsini sanki xatırladır. Baxın, belə. Bu olacaq anti-B. O zaman yenə də bunlar bir-biri ilə rastlaşdığına görə aqlutinasiya baş verəcək ki, bu da olmamalıdır. Ona görə indi biz qan qruplarını elə köçürtməliyik ki, bu zaman heç bir aqlutinasiya baş verməsin. Deyək ki, birinci qan qrupunu biz deməli ikinci, üçüncü, dördüncü qan qrupuna köçürmək istəyirik. Ümumiyyətlə qan köçürmə zamanı qanın formalı elementləri köçürülür. Yəni qanda olan deməli plazma yox, onun formalı elementləri köçürülür. Deyək ki, biz bax bu birinci qan qrupunun eritrositini gətirib ikinci qan qrupuna, üçüncü qan qrupuna köçürdürük. Bax bunu olduğu kimi bura çəkirəm. Nə görürəm? Bunun heç bir şey yoxdur, düzdürmü eritrositində? Ona görə də burada bir-biri ilə rastlaşacaq, yəni anti-A ilə rastlaşacaq heç bir gen yoxdur, yəni aqlutinogen yoxdur. Ona görə də birinci qan qrupu çox rahat şəkildə, deməli, üçüncü qan qrupuna qan köçürə bilər. İndi həmin o eritrositi mən gətirib, deməli, ikinci qan qrupunun yanına qoyuram. Baxın, bura qoyuram. Yenə də bunun üzərində heç bir şey yoxdur ki, anti-B ilə aqlutinasiya etsin. Demək ki, birinci qan qrupu çox rahat şəkildə ikinci qan qrupuna köçürülə bilər. Daha sonra mən birinci qan qrupunu ilə özünə zaten köçürə bilər. Burada heç bir problem yoxdur. Və sonra mən onu dördüncü qan qrupunun yanına qoyuram. Və burada bunun heç bir problemi yoxdur. Zaten burada A və B aqlutinogeni var və dördüncü qan qrupunun plazması təmizdir. Burada bundan aqlutinasiya edəcək bir şey yoxdur. Demək ki, birinci qan qrupunu biz dördüncü qan qrupuna da köçürə bilərik. Bu belə. İndi gəlin, neyniyək? Gəlin indi, demək, bu dəfə ikinci qan qrupuna baxaq. İkinci qan qrupu özü-özünə qan köçürə bilər. Çünki özündəki olan anti-aqlutinogenin anti-B ilə, yəni aqlutinasiya etməyəcək. Ona görə ikinci qan qrupu özü-özünə qan köçürə bilər. Və ikinci qan qrupunu yerləşdirirəm üçüncü qan qrupunun yanına. Baxın bura. Bunun nəyi var? Bunun A-sı var, aqlutinogen A-sı var, düzdür? Burada da anti-A-nı gördü. Deməli, A ilə anti-A bir-birini görməməlidir ki, aqlutinasiya baş verməsin. Və bu, bunu gördüyünə görə, baxın, gəlib burada bunu pıxtalaşdıracaq. Yəni, aqlutinasiya baş verəcək, yapırıqma baş verəcək. Ona görə ikinci qan qrupu, üçüncü qan qrupuna qan köçürə bilmir. Yaxşı.
İkinci qan qrupu birinci qan qrupuna bəs görək. Qan köçürə bilərmi? İkinci qan qrupunu buraya yerləşdirdik. Bunun A'ları var, düzdürmü? A'sı var. Anti A aglutinogeni var. Ona yeniləcək. Burada anti A da var, anti B də var. Demək, anti A-nı görən kimi onunla rastlaşacaq və yapırxacaq və aglutinasiya baş verəcək. Deməli, ikinci qan qrupu birinci qan qrupuna da qan köçürə bilməz. İndi 4-ə gətiririk. Dördüncü qan qrupunu. Üzərində nə var? A-lar var. Əla. Zaten bunun özündə də A var. Bunun plazmasında heç bir şey olmadığına görə burada aglutinasiya baş verməyəcək. Deməli, ikinci qan qrupu, dördüncü qan qrupunu qan köçürə bilər. Öz-özünə və dördə qan köçürə bilər. İndi gəlin üçüncü qan qrupuna baxaq. Üçüncü qan qrupu üzərində bilirik ki, B nəyi var? B aglutinogeni var. Demək, B-aglutinogeni olduğuna görə romplar göstəririk. Bu zaten özündə olduğuna görə bunlar, yəni anti-A ilə yapırxma baş vermədiyinə görə, aglutinasiya olmadığına görə üçüncü qan qrupu özü-özünə qan köçürə bilir. Yaxşı, qoyuruq ikinci qan qrupunun yanına eritrositini. Burada kvadratlar, yəni romblarını göstərirəm. Deməli, burada rombu göstərdik. Yəni nəyi? B aglutinogeni. Və burada nə var? Anti-B var. O zaman nə baş verəcək? Həmin bu B aglutinogeni, bax bunun B-si gəlib anti-B ilə, ikinci qan qrupunun anti-B-si ilə rastlaşır və aglutinasiya baş verir. Ona görə də üçüncü qan qrupu, ikinci qan qrupuna qan köçürə bilmədi. İndi pirə qoyuruq. Bunun nəyləri var? Bunun B'si var, düzdürmü? Tamam, bura B'sini göstərdim. Bunun B'si var. Yəni B aglutinogeni var. Axı birinci qan qrupunun plazmasında anti-B var. Ona görə də bu nə edəcək? Gəlib bax bunun bax bu hissəsinə yapışdısa bitdi. Demək ki, aglutinasiya baş verdi. Ona görə də birinci qan qrupuna da qan köçürə bilmədi. Yaxşı, dördüncü qan qrupuna görə qan köçürə bilərmi? Yenə də bunun bu hissələrini, B-lərini göstərirəm. Burada da B göstərirəm. Zaten bunun özünün B-si var onsuz da. Bunun da plazması tərtəmizdir. Deməli, dördüncü qan qrupuna qan köçürə bildi. Dördüncü qan qrupu bəs görək, o birisi qruplara qan köçürə bilərmi? İndi gəlin dördüncü qan qrupunu yoxlayaq. Dördüncü qan qrupunun baxanda görürük ki, təbii ki, dördüncü qan qrupu, yəni bütün qan qrupları yadda saxlayırıq. Özü-özünə qan köçürə bilər. Yəni özü-özünə rahat köçürür qanı. Bu belə. Gəlin birinci qan qrupunu yoxlayaq. Qoyuruq, bax burada, bunu da sileyim. Bu da artıq nə varsa silin. Hə. İndi baxaq. Dördüncü qan qrupunu qoyuruq birinci qan qrupuna. Qan köçürdürük. Deməli, bunun dairəsi də var, kvadratı da var. Dairəsi də var, kvadratı da var. Düzdür? Yəni, rombu da var. A anti-agglutinogen də var, B agglutinogen də var. O zaman nə baş verir? A gəlir anti-A ilə birləşir, B də gəlir anti-B ilə birləşir. Deməli, dördüncü qan qrupu birinci qan qrupuna qan verə bilmədi. Dördüncü qan qrupu bəs yaxşı, üçüncüyə qan verə bilərmi? Dairəsi də var, bunun rombu da var. Deməli, dairə, romb da var, dairə də var. Romb zaten özündə var, problem yoxdur. Amma A glutinogeni var, bunun da anti-A'sı var. Nə baş verdi? Gəldi, bunlar birləşdilər və aglutinasiya oldu. Deməli, üçüncü qan qrupuna da dördüncü qan qrupu qan verə bilmədi. Bəs 2-yə görə verə bilərmi? Dairəsi var, kvadratı da, rombu da var, düzdür? Dairə var, romb da var. Dairə var, dairə var. Bunun özündə də problem yoxdur. Amma antigen, deməli B antigeni var. Burada da B aglutinini var. O zaman bunlar bir-birinə rastlaşdılar və aglutinasiya baş verdi. Deməli, köçürə bilmədi. Deməli, nə gördük? Dördüncü qan qrupu yalnız özünə qan köçürə bilir. Bütün qan qruplarından qan alır, amma yalnız özünə qan köçürür. Birinci qan qrupu isə donor olaraq bütün qan qruplarına qan köçürür, özünə 2-yə, 3-ə, 4-ə. Amma ona qan lazım olanda, o resipient olanda o yalnız özündən qan ala bilər. Ümid edirəm ki, bu deməli cədvəl sizin üçün tam aydın oldu. Donor və resipient fərqli qan qrupuna malik ola bilərmi? Əlbəttə ola bilər. Baxın, donor birinci qan qrupudur, resipient dördüncü qan qrupudur. Gördünüz, fərqli-fərqlidir. Və yaxud da donor birinci qan qrupudur, resipient ikinci qan qrupudur. Fərqli-fərqli. Və yaxud da donor ikinci qan qrupudur, resipient dördüncü qan qrupudur. Demək ki, fərqli ola bilər. Ümid edirəm bu hissə sizin üçün tam aydın oldu.
Demək, burada bizə deyir ki, dünya əhalisi arasında ən çox rast gəlinən qan qrupu birinci qan qrupuna, sonra demək, müvafiq olaraq ikinci və üçüncü qan qrupu, ən az yayılan qan qrupu isə dördüncü ən az yayılmış qan qrupudur. Bəzən insanlar arasında belə bir çaşqınlıq olur ki, dördüncü qan qrupu pis qan qrupudur, ya da birinci ən yaxşı qan qrupudur. Ümumiyyətlə, qan qrupunun uşaqlar pisi, yaxşısı deyilən bir şey yoxdur. Qan qrupunun sadəcə olaraq yayılmasına görə birinci qan qrupu ən geniş yayılıbdır. Və birinci qan qrupu da bütün qan qruplarına qan rahat köçürə bilir. Dördüncü qan qrupu da çox geniş yayılmayıbdır və yalnız öz qan qrupuna qan köçürə bilir. Yəni digər qan qruplarının heç birinə qan köçürə bilmir. İkinci, üçüncü qan qrupu da təbii ki, aralıq bir xarakter daşımış olur. Bəs yaxşı, biz bilirik ki, qan qruplarından əlavə olaraq biz haqqında danışanda onun rezus amilindən də danışırıq. Bəs yaxşı, rezus amili və yaxud da rezus faktoru nədir? Əksər insanlarda, yəni çox adamların çoxunda da belə deyək, eritrositlərin membranında rezus faktor adlanan yenə də xüsusi zülal olur. Yəni deyək ki, eritrositin üstündə A var və yaxud da B var. A, B. Demək, bu hansı qan qrupudur? A da var, B də var. Bu dördüncü qan qrupudur, düzdürmü? Əlavə olaraq da bir dənə də zülal var. Adətən bunu indi necə göstərsək daha yaxşı olar ki, bunlardan fərqli bir şey olsun. Deyək ki, ulduzla göstəririk. Belə. Bu da D-dir. Əgər D də varsa və yaxud da ki, biz buna deyirik ki, RH müsbət olur. D də varsa, bu RH müsbət olur. Yəni müsbət qan qrupuna malikdir. D aqlütinogeni olur. Necə ki AB aqlütinogenləri var, eləcə də D aq 2 dənə aynı qıyla aqlütinogen olur. Yəni D-si də olur. Ki və nəticədə əgər bu varsa müsbət qan qrupudur, yox əgər bizə bu haqda heç bir məlumat vermirsə və bizə demirsə ki, bu D aqlütinogeni deməli eritrositin üzərində var, yəni eritrositin üstündə bunu görmürsə, demək ki, bu RH mənfidir. Rezus amili bunun mənfidir, yoxdursa. Əgər rezus amili mənfidirsə, o zaman onun plazmasında anti-D aqlütinini olacaq. Necə ki, baxın, burada məsələn eritrositində B olanda burada tərsinə anti-A-sı olurdu plazmasında. Necə ki, A qlütinogeni olanda plazmasında tərsinə anti-B olurdu. Elə həmçinin də elə rezus amilinə də aiddir. Əgər eritrositində deyək ki, D-si varsa, üçbucaq bununla göstərsəm, D-si varsa, D. O zaman plazmasında anti-D yoxdur. Çünki yenə də D ilə anti-D bir-birini görərsə, bu zamanda aqlütinasiya baş verəcək. Onda mən belə qeyd edirəm. İndi belə göstərdim. Bəlkə bunu üçbucaqdan göstərsək daha yaxşı olardı. Gəlin bunu üçbucaqdan göstərək biz deməli bu rezus amilini. Deyək ki, burada birinci qan qrupudur. Üçbucaqla göstərirəm. Yəni, bunun nəyi var? D-si var. Demək, əgər D varsa, o zaman, ya belə kvadratla göstərsəm daha yaxşı olar. Bəs, yəni, B-dən fərqlənsin deyə deyirəm uşaqlar. Yəni, bunu kvadratla ən yaxşısı göstərək. Kvadratla eləyək. Və əgər plazmada da, belə göstərirəm, plazmada da anti D varsa, bunlar bir-birini görsə aqlütinasiya baş verəcək. Deyək ki, bir qan qrupu, tutaq ki, biz bilirik ki, birinci qan qrupu bütün qan qruplarına qan köçürə bilər. Və birinci qan qrupunun D-si var. O zaman D varsa, bu müsbət qan qrupudur. RH müsbətdir. Amma dördüncü qan qrupuna qan köçürə bilər. Amma dördüncü qan qrupu deyək ki, bu mənfi qan qrupudur. Mənfidirsə, o zaman burada nəyi var onun? Anti-D-si var. Bax, belə qoyuram. Anti-D-si var. Anti-D var. İndi mən eritrositi, müsbət eritrosit gətirib bura yerləşdirirəm. Böyük çəkim. Baxın, birinci qan qrupudur, müsbətdir. Üstündə nə var belə? Düzbucaqlar var. Müsbətsə düzbucaqlar var. Nə baş verəcək? Nə olacaq? Bu, yəni bunun D-si də var. D aqlütinogeni də var. Nə olacaq? Bu D, yəni bu birinci qan qrupunu, bax birinci qan qrupu müsbəti gətirib bura qoyublar. Bu D buradakı mənfi qan qrupunun anti-D-sindən görüşəcək və yapırxacaq. Demək,
Müsbət qan qrupu mənfi qan qrupuna qan köçürə bilməz. Qan qrupları uyğun gəlsə belə rezus amillərinə görə qan köçürə bilməz. Amma müsbət qan qrupu deyək ki, birinci AB müsbət qan qrupudur. Müsbətdirsə onda bunun özünün D-si var. Deməli o zaman mən belə silmək məndə nəsə alınmır. Aha, demək, deyək ki, bu müsbət qan qrupudur. Müsbət qan qrupu olanda nə baş verəcək? Müsbət qan qrupudursa, o zaman bunun burada kvadratları da var, düzdürmü? Kvadratı da var, D'si də var. Onda bunun plazmasında anti-D yoxdur. O zaman mən birinci qan qrupunun müsbəti gətirib bura yerləşdirsəm, bunun kvadratı var. Bunun da özünün zaten kvadratı var. Burada da anti-D olmadığına görə çox rahat şəkildə birinci qan qrupu müsbət qan qrupuna qan köçürə bilir. Demək, müsbət qan qrupları mənfi qan qruplarına qan köçürə bilməz, amma müsbət qan qrupu müsbət qan qrupuna qan köçürə bilər. İndi gəlin mənfi qan qruplarına əsasən baxaq. Deyək ki, birinci qan qrupu bu dəfə mənfi qan qrupudur və yaxud da ki, belə deyək, hə, deyək ki, məsələn, birinci olmaz. Deyək ki, ikinci qan qrupu. Biz bilirik ki, ikinci qan qrupu dördüncü qan qrupuna qan köçürə bilir. İkinci qan qrupu deyək ki, mənfi qan qrupudur. İkinci qan qrupu RH mənfidirsə, o zaman onun plazmasında anti-D'si var. Baxın, anti-D'ləri var. Anti-D. Çünki mənfi qan qrupunun plazmasında anti-D olur. Eritrositdə heç bir şey olmur. Və dördüncü qan qrupu da mənfidirsə, deməli bunun burada anti-D'si var. Və biz də nə dedik? Dedik ki, qan qrupunun köçürəndə eritrositini götürüb köçürürlər. Eritrositini götürüb bura köçürsək, qoyuruq bura. Eritrositin üzərində dairələr var, rahat şəkildə köçürə bilirik və burada D olmadığına görə bununla aqlutinasiya yoxdur. Deməli, mənfi qan qrupuna rahat şəkildə qan verə bilir. Bəs yaxşı, deyək ki, AB dördüncü qan qrupu müsbətdir. Müsbət olarsa, o zaman onun plazmasında yox, onun eritrositində D-si olacaq. Burada D olacaq, zülal olacaq. Deyək ki, burada D var, zülal var. Bu da mənfi qan qrupudur, düzdürmü? Yəni bu ikinci qan qrupu mənfidir. Bunun D'si yoxdur burada, amma AB-nin D'si var. Yəni burada anti-D yoxdur deyə, burada zaten yapırmaq üçün yəni aqlutinasiya olmaq üçün bir problem yoxdur da, olmayacaq, aqlutinasiya getməyəcək. Deməli, mənfi qan qrupu hətta müsbətə də qan köçürə bilər. O zaman deyirik ki, mənfi qan qrupu həm müsbətə, həm mənfiyə qan köçürə bilər. Müsbət qan qrupu mənfiyə qan köçürə bilməz, yalnız müsbətə qan köçürə bilər. Çünki mənfiyə qan köçürsə, müsbətin D-si var, mənfinin isə anti-D-si var. Bunda onlar bir-birini görəcək və aqlutinasiya olacaq. Ona görə də bunlar bir-birinə qan köçürə bilmir. Və bunu tam aydın anlayandan sonra biz bax buradakı cədvələ baxmaqla bunun yenidən belə deyək ki, izahını tam verə bilərik. Baxın, birinci qan qrupu mənfidir. Mənfidirsə, bunun eritrositi tərtəmizdir, düzdürmü? Heç bir şey yoxdur, normal. Eritrositi tərtəmizdir. Nə D-si var, nə bir şey var. Ona görə hər bir qan qrupuna qan köçürə bilir. Müsbət olarsa, deməli bu mənfidirsə, bunun anti-D-si var, düzdür? Bax, bu müsbət olarsa, bunun üzərində D var, düzdürmü? Mənfidə anti-D var. Ona görə birinci qan qrupu zaten bütün qan qrupları qan verə bilər, amma müsbət mənfiyə qan verə bilmədi. Çünki yapırılır, aqlutinasiya olur. Müsbətə qan verdi, çünki onun plazmasında antidiaqlitinini yoxdur. Mənfiyə yenə qan verə bilmir. Deməli, ancaq müsbətlərinə qan verir. İndi baxaq ikinci qan qrupu mənfiyə. İkinci qan qrupu mənfidə eritrositinin üzərində A geni var. A geni var, deməli bu anti-A'ları görməməlidir. Birinci qan qrupunda plazmasında anti var, qan verə bilmir. Birinci qan qrupu yenə də verə bilmir zaten. Sonra ikinci qan qrupunda deməli, öz-özünə qan verə bilir çox rahat şəkildə və bu mənfidir. Deməli, bunun anti-D'si var, yəni bunun D-si yoxdur. Eritrositdə bunun da D-si yoxdur. Yəni, mənfi rahat qan verdi. Müsbətə də qan verə bilir. Çünki müsbətin eritrositində D olsa da, deməli, bunun eritrositinin üzərində heç bir şey yoxdur.
Və burada aqlütinasiya yoxdur. Yəni bunun plazması təmizdir, bunun da D-si yoxdur. Rahat şəkildə getdi. Sonra, yəni D-yə görə təmizdir, o mənada deyirəm. Üçüncü qan qrupuna qan verə bilməz. Zaten bilirik ki, burada A var, burada anti A var. Ona görə bir-birini görəcək, verə bilməyəcək. Üçüncü qan qrupuna, dördüncü qan qrupuna qan verə bilir. Çünki bunun deməli, A-sı var, bunun da elə A-sı var. Bunun plazmasında plazmasına işimiz yoxdur da. Yəni A var, bunun da plazması tərtəmizdir. Yəni dördüncü qan qrupunun plazmasında anti A da yoxdur, anti B də yoxdur. Ona görə də anti A ilə A görüşməyəcək. Rahat şəkildə verir. Amma müsbət qan qrupu olanda həm A var eritrositində, həm də D var. Və D varsa, harda mənfi qan qrupları varsa, ora qan artıq verə bilməyəcək. Mənfi, müsbət mənfini gördüsə, baxın bayaq verirdi, amma indi vermirdi. Və bu şəkildə biz bütün hamısının belə izahını görmüş olarıq. İndi gəlin uşaqlar, burada bir neçə dənə video var. Mən istəyirəm sizə onları da göstərim. Məsələn, baxın burada qan qruplarının müəyyən olunması, təyin olunması ilə bağlı bir bizə deməli video göstərdilər. Deməli, burada nə baş verir? Xüsusi reagentlər götürülür. Anti-A, anti-B və anti-D. Yəni plazmada nə varsa həmin o reagentlər götürülür. Anti-A, plazmada olan anti-A bilirik ki, deməli ikinci qan qrupuda olurdu. Plazmada olan anti-B bilirik ki, birinci qan, yox, səhv dedim ümumiyyətlə. Plazmada olan anti-A üçüncü qan qrupuna aid idi. Plazmada olan anti-B ikinci qan qrupuna. Çünki anti-B varsa eritrositində nə olacaq? A olacaq. Burada isə rezus amilini müəyyən etmək üçün anti-D aqlutinogen tinindən istifadə olunur. Və qan alırıq, belə deyək ki, bizim deməli barmağımızdan belə bir damcı qan çıxardırıq və təbii ki, steril şəraitdə və deməli sınaq şüşəsinin üzərinə hər bir 3 dənə, daha doğrusu 4 dənə damcı yerləşdiririk. Sonra 4 dənə damcı yerləşdirdikdən sonra anti-A-nı bura damızdırırıq. Əgər burada aqlütinasiya baş verərsə, əgər anti-A ilə buradakı qan aqlütinasiya baş verərsə, yəni çürüyərsə belə deyək, yapışarsa, deməli burada nə var imiş? A var imiş. Anti-B-ni tökdük. Əgər anti-B ilə aqlütinasiya baş verərsə, deməli burada B var. Anti-D-ni tökdük. Burada sadəcə fizioloji məhlul əlavə etdilər sonuncuya ki, ümumi müqayisəni rahat apara bilək. Anti-B-ni tökdülər, D-ni tökdülər və bunu bir neçə saniyədən, bir neçə dəqiqəyə qədər çox belə tərpətmədən saxlayırlar. Sonra ayrı-ayrı diş çöpləri götürürlər. Heç bir diş çöpünü, yəni birini o birisinə qatmaq olmaz. Hər biri üçün ayrı-ayrı diş çöpləri olmalıdır və qarışdırılır. Qarışdırdıqdan sonra diqqətlə baxanda biz nə görürük? Baxın, gəlin indi bunu biz özümüz üçün təyinləşdirək. Diqqətlə baxanda görürük ki, demək bura nə damızdırdılar? Bura damızdırdılar A-nı damızdırdılar. Bura plazmanı, bax plazmadadır. Plazma. Bura damızdırdılar anti-B. Bura damızdırdılar anti-D. Burada sadəcə fizioloji məhlul. Və biz nə görürük? Görürük ki, bu anti-A-nı damızdırdılar. Burada aqlütinasiya baş vermədi. Yəni, əgər burada aqlütinasiya baş verərdisə, bu o demək olardı ki, bunun eritrositində A var. Demək, bunun eritrositində A yoxdur. Bax, eritrositini çəkirəm və bunun A-sı yoxdur. Düzdürmü? Aqlütinasiya baş verməyibdir. Bax, bunu silirəm buradan. Burada A ilə aqlütinasiya baş verməyibdir. İndi damızdırıblar anti-B-ni qanla qarışdırdılar. Gördülər ki, bunda da aqlütinasiya yoxdur. Yəni B olsaydı, bununla birləşərdi və nəticədə aqlütinasiya baş verərdi. B də yoxdur. Yoxdur. Demək, daha sonra nə baş verdi? D-ni damızdırdılar. Amma D-ni damızdıranda gördük ki, D-ni damızdıranda nə gördük? Gördük ki, nə baş verdi? Aqlütinasiya baş verdi. Deməli, D antigeni qan qrupunun varı imiş. Və bunun üstündə nə var? D var. O zaman bunun üstündə təkcə D var. Bunun üstündə nə A var, nə B var. Deməli, bu neçənci qan qrupudur? Sıfırıncı qan qrupudur. Heç nə yoxdur. Yəni, birinci qan qrupudur. Amma D olduğuna görə, eritrositində D zülalı olduğuna görə RH müsbətdir.
İndi deyək ki, yəni bu qan qrupu, yəni bu şəkilə əsasən biz bunu təyinləşdirdik. İndi deyək ki, belə deyil. Ə, deyək ki, aqlutinasiya baş veribdi hara? Aqlutinasiya, indi mən bunu sadəcə belə belə deyək də, kobud şəkildə buradan çəkib göstərəcəm. Deyək ki, aqlutinasiya burada baş veribdi. Burada da baş verib, yəni bu burada da baş verib. Demək, burada nə oldu? Aynən aqlutinasiya baş verirsə, deməli, bunun A-sı var. A-ları göstərirəm. Eritrositin üzərində. Demək, bunun antigeni var. Aglutina geni var. B ilə heç nə baş verməyib. B-si yoxdur. D ilə aqlutinasiya baş veribdir. Deməli, bunun D-si də var. D-si də var. Deməli, A-sı olan A qan qrupudur. İkinci qan qrupudur. D-də olan təbii ki, RH müsbətdir. Yaxşı, bu belə. İndi deyək ki, belə deyil, fərqlidir. İndi necədir? Məsələn, burada da aglutinasiya baş veribdir, amma burada heç bir şey olmayıbdır. Belə təsəvvür edin ki, bu şəkil eynilə budur. Yəni, bu şəkil buradakı kimidir. Yəni, heç bir şey baş verməyibdir. Onda necə olacaq bəs? Deməli, nə baş veribdir? Həm birincidə aglutinasiya baş verib, həm də ikincidə aglutinasiya baş verib. Birincidə aglutinasiya baş veribsə A-sı var, ikincidə aglutinasiya baş veribsə eritrosində B aglutina geni var. Burada heç bir şey baş vermirsə, deməli bunun D-yi yoxdur. O zaman eritrositin üzərində A da var, B də var. Bunları göstəririk. Deməli A da var, B də var. O zaman A, B qan qrupudur, yəni dördüncü qan qrupudur və D yoxdur, deməli RH mənfidir. Ümid edirəm ki, uşaqlar buna aid misallar, məsələlər düşəndə rahat şəkildə eləyəcəyik. İndi dərsin sonunda bir dənə də sizə tapşırıq şəklində göstərəcəm. O tapşırığı da eləyərsiniz. Baxın, burada aqlutinasiya prosesi gedir. Burada aqlutinasiya yoxdur. Baxın, aqlutinasiya olanda bax belə şəkildə olur. Sanki belə deyək ki, həll olmuş şəkildə olur. Davam edək. Burada biz aqlutinasiyadan danışdıq. Bir də deyək ki, müsbət deməli rezuslu qanı mənfi rezuslu insana köçürdükdə onun qanında anticism əmələ gəlir. Hə, belə deyək ki, müsbət qan qrupunu dedik ki, bayaq nə dedik? Mənfi qan qrupuna köçürdə bilmirik, amma ilk dəfədən əslində müsbət qan qrupunu mənfi qan qrupuna köçürə bilirik. Biz əgər müsbət qan qrupunu mənfi qan qrupuna köçürürsə, burada D varsa, mənfi qan qrupu deyək ki, burada da mənfi qan qrupudur. Yəni onun plazmasında nəyi var? Anti-D'si var. Düzdürmü? Anti-D'si var. Və yaxud da anti-D'si deməyək də, sadəcə olaraq deyək ki, mənfi qan qrupudur. Çünki bunun plazmasında heç nə yoxdur. Mənfi qan qrupudur, bunun plazmasında heç nə yoxdur. Bunu bura köçürəriksə, ilk olaraq heç bir problem olmayacaq. Bayaq mən dedim ki, müsbət qan qrupunu mənfiyə qan verə bilmirik. Birincidə əslində heç bir problem olmur. Amma birinci dəfə bunu köçürəndən sonra bunun axı zülalları var. Mənfi qan qrupu olan insanın plazması başlayır anti-D, anti-cisimlərini əmələ gətirməyə. Anti-D-lər olur. Anti-D anticisimlərini əmələ gətirdikdən sonra biz əgər, yəni birincidə heç bir problem olmadı. Bu hal təkrar olunarsa, yenidən müsbət qan qrupunu köçürəriksə, o zaman bax bunun D-si ilə o aqlutinasiya edəcək və təkrarlandıqda aqlutinasiya olur. Yəni ikinci dəfədə artıq qan köçürtmək mümkün olmur. Adətən, məsələn, hamiləlik zamanı ananın qanı mənfidir, dölün qanı müsbət olursa, əgər mənfi qan bu zaman ilk övladda heç bir problem olmur, amma ikinci övlad olanda artıq ananın bədənində D-yə qarşı anti-D əmələ gəldiyinə görə ikinci övladda bu risk olur. Ona görə birinci övladdan sonra analara inyeksiyalar, yəni iynə vurulur ki, ikinci övladda bir problem olmasın. Bəs yaxşı, qanı kimlər bir-birinə köçürə bilər? 18-65 yaş arası insanlar qan köçürə bilər, yəni donor ola bilər və onların kütləsi 50 kiloqram və daha çox olan istənilən sağlam şəxs donor ola bilər. Amma desək ki, bəs kimlər resipient ola bilər? Hər kəs resipient ola bilər. 0 yaşdan yaşlı insanlara qədər, yəni kütləsi də ən aşağı kütlədən ən yüksək kütləyə qədər olan insanlar resipient ola bilər. Baxın, bu şərt yalnız donorlara aiddir. Qan köçürən insanlara, kimlər ki qan verirlər, bu adamlara aiddir. Amma qan alan adamlara, yəni resipiyentlərə
Bu şərt daxil deyil. Ola bilər ki, qan qrupları uyusun, rezus amilləri uyğun gəlsin, amma bundan sonra yaşına və kütləsinə mütləq baxmaq lazımdır. Çünki yaş və kütlə burada əsas rol oynayır. Yəni buna da mütləq baxmaq lazımdır. Qan köçürmə qədim dövrlərdən tətbiq olunsa da nəticəsi əksər hallarda yaxşı olmurdu. Nə üçün? Çünki bəzən qan uyuşmağı baş verirdi, bəzən qan uyumamazlığı olurdu. O da insanlar dəqiq bilmirdilər ki, niyə bəzi hallarda ölümlə nəticələnirdi, bəzi hallarda da yaxşı nəticə olurdu. Amma təbii ki, qan qrupları müəyyən olunandan sonra bu problem aradan qalxdı. Gəlin buradakı tapşırıqlara da baxaq. Öyrəndiklərinizi tətbiq edin. Cədvəli və sxemini diqqətlə nəzərdən keçirin. Hansı rəqəmlərlə verilmiş qan köçürmələrin düzgün olduğunu müəyyən edin. Baxaq. Deməli, Nigar tələbələr verilib, qan qrupları verilib. Nigar 3-cü qan qrupudur. 3-cü qan qrupu, bura yazıram, Nigar 3-cü qan qrupudur. 3 müsbətdir. Azər 2-ci qan qrupu mənfidir. Mənfidirsə, yəni rahatdır, müsbətdirsə problem var təbii ki. Yəni yalnız müsbətə gedə bilər problem dedikdə. Cəlil 1-ci qan qrupudur, müsbətdir. Arif 4-cü qan qrupudur, bu da müsbətdir. Leyla 1-ci qan qrupudur, mənfidir. Biz bilirik ki, ən universal donor 1-ci qan qrupu müsbətdir. Yəni bu universal donor hər kəsə qan köçürə bilər. Hər kəsə. Yəni 1-ci qan qrupu zaten 4-ə də qan verə bilər, 2-yə də verə bilər, 3-ə də verə bilər, özünə də verə bilər, müsbətə də verə bilər, mənfiyə də verə bilər. Ona görə bir Leyladan hansılara gedirsə, onlar düzgün seçimdir. Baxın, 8 Arif 4-cü qan qrupuna qan köçürə bilər və Nigar 3-cü qan qrupu müsbətə qan köçürə bilər. Deməli 8 ola bilər, 6 ola bilər. Bu getdi. Sonra baxırıq indi Nigara. 3-cü qan qrupları dedik ki, 4-cü qan qrupuna qan köçürə bilər, bir də özünə qan köçürə bilər. O zaman Nigar 3-cü qan qrupudur. 4-cü qan qrupuna qan köçürə bilər. Hanı 4? Arifdə, amma 4-dən alır göstərilir. 4-ə köçürülür göstərməyibdir. Ümumiyyətlə 4-cü qan qrupu da heç bir qan qrupuna özündən başqa qan köçürə bilməz. Ona görə 4 ola bilməz. Nigar 2-ci qan qrupuna qan köçürə bilməz. Bunun B-si var, bunun anti-B-si var. Burada aglutinasiya baş verəcək. Bu belə. Nigarı bildik, kimlərə qan köçürə bildi. Bir də bura baxırıq. Cəlil 1-ci qan qrupu müsbətdir. Biz bilirik ki, 1-ci qan qrupunun eritrosit tərtəmizdir. Ona görə də Nigara qan köçürə bilər 1-ci qan qrupu və müsbət də müsbətə qan köçürə bilər. Əla, deməli bunu götürdük. 3-cünü də götürdük. Sonra baxırıq indi elə Cəlilə baxmışkən ona baxaq. 1-ci qan qrupudursa, 1-ci qan qrupu hamıya qan köçürə bilər, hətta özünə də. Hara gedir o? Arifə gedir. 1-ci qan qrupu 4-cü qan qrupudur və müsbət-müsbətə qan köçürə bilər. Bayaq nə dedik? Müsbət-müsbətə qan köçürə bilər, mənfi həm müsbətə qan köçürə bilər, həm mənfiyə qan köçürə bilər. Ona görə də 7-ni götürə bilərik. Buraya yazın 7. Bəs yaxşı, bunu götürdük. Bəs yaxşı, 1-ci qan qrupu 1-ə qan verə bilərmi? Bəli. Amma müsbət mənfiyə qan köçürə bilərmi? Xeyr. Bunu da götürmədik. Bir dənə qaldı bizdə 2. 2-ci qan qrupu 1-ci qan qrupuna qan köçürmür. Deməli bizim cavabımız nə oldu? 3, 6, 7 və 8 cavabları oldu. Tələbələrdən hansı universal donor oldu? Təbii ki, Leyla universal donor oldu. Hansı universal resipient oldu? Hamıdan qan ala bilər, hər kəsdən. Təbii ki, universal resipient olacaq elə buradan nə görürük? 4-cü qan qrupu hamıdan deməli qan ala bilər və müsbət qan qrupu. 4 müsbət universal resipient oldu. Universal donor oldu 1 mənfi, universal resipient oldu 4-cü qan qrupu müsbət. Hansı tələbələr öz qan qrupundan olan insanlara qan verə bilərlər? Hansı tələbələr öz qan qrupundan olan insanlara qan verə bilərlər? Təbii ki, bütün tələbələr öz qan qrupundan olan insanlara qan verə bilərlər, amma bir şərtlə ki, onlara məsələn qan köçürən, məsələn, həmin insan müsbətdirsə, həmin adama həm deməli müsbət qan qrupu qan verə bilər, həm də mənfi öz qan qrupundan olan, sırf öz qan qrupundan müsbətə qan verə bilər. Sırf öz qan qrupu və öz belə deyək, rezus amili olanlar öz-özünə də verə bilər. Öz qan qrupu, amma öz rezus amili olmasa, müsbət rezus amili olana mənfi rezus amili qan verə bilər. Qan köçürmə hansı hallarda
həyata keçirilir. Ə, Qan itirmə zamanı, anemiya zamanı, qan azlığı zamanı, müəyyən qəzalar zamanı qan köçürmə halları deməli həyata keçirilir. Eritrositlərində aqlutinogeni, A aqlutinogeni demək bunu qeyd edirəm. Eritrositində A aqlutinogeni var. Belə. Qan plazmasında anti-B var. Əlbəttə ki, bunun plazmasında bunu belə çəkməyək. Bunun plazmasında anti-B var. Anti-B olan şəxsin ikinci qan qrupuna və mənfi resursa malik olduğunu demək olar. Hə, ikinci qan qrupunu deyə bilərəm. A ikinci qan qrupudur, çünki 2 A var. Bəs yaxşı, mənfi olduğunu deyə bilərəmmi? Axı mənə heç bir informasiya vermədi ki, bunun eritrositində D varmı, yoxmu, zülal anticisim varmı, antigeni varmı, yoxmu? Ona görə rezus amili haqqında malik olmağı haqqında bizə məlumat vermədi. Amma çünki sadəcə belə deyək də, sadəcə eritrositini desəydi ki, A aqlutinogeni var, hə, o zaman mən düşünərdim ki, bunun onda plazmasında anti-D var. Amma mənə plazmanı da verib. Deyir ki, plazmada da bu var. Yəni anti-B aqlutinini var. Mənə demir axı plazmada başqa nəsə var ya yox. O desəydi ki, plazmada anti-B var, anti-D var, onda mən rahat şəkildə deyərdim ki, hə, bu mənfi qan qrupudur. Amma plazmasında anti-A-nın, anti-B, D haqqında məlumat vermədiyinə görə, bax mənfi qan qrupunun olub-olmadığını deyə bilmirik. Sxem verilib bizə 3-cü tapşırıqda. Hansı resipiyentlərin qanında aqlutinasiya baş verə bilər? Yəni, hansı qan qrupu, hansına qan köçürə bilməz? Gəlin baxaq. Hansı qan qrupu? Bunlar donordur, bunlar isə resipiyentdir. Deməli, ikinci qan qrupu birinci qan qrupuna qan köçürə bilərmi? Xeyr. Qan köçürə bilməz. Hansı resipiyentlərin qanında aqlutinasiya baş verə bilər? Baxın, ikinci qan qrupu əgər birinci qan qrupuna qan köçürsə, burada aqlutinasiya baş verə bilər. İkinci qan qrupu, üçüncü qan qrupuna qan köçürsə, aqlutinasiya baş verə bilər. Daha sonra baxırıq. Birinci qan, üçüncü qan qrupudur bu. Üçüncü qan qrupu dördüncü qan qrupuna qan köçürə bilər rahat şəkildə. Heç bir aqlutinasiya baş verməyəcək. Sonra dördüncü qan qrupu, demək bu 2-dir. Yazın, çaşıram danışanda da bu 3-dür, bu 1-dir. Aha, bu da deməli üçüncü qan qrupudur. Bunlar mənfi, zaten burada göstərilib, bir də yazmayaq. Bunlar da müsbətdir. Sonra üçüncü qan qrupu, dördüncü qan qrupu. Mən uşaqlar, burada niyə 4 deyirəm? Bu 1-dir, bu 4-dür, üzr istəyirəm. Bu 2-dir, bu da 3-dür. Gəlin bir də baxaq. Deməli, ikinci qan qrupu, birinci qan qrupuna qan köçürə zaten bilməz. İkinci qan qrupu, hə, üçüncü qan qrupuna da qan köçürə bilməz. Üçüncü qan qrupu, dördüncü qan qrupuna qan köçürə bilər. Özü müsbətə köçürə bilər. Üçüncü qan qrupu, üçüncü qan qrupuna qan köçürə bilər. Çünki müsbətdir, rahatdır. İndi keçək buna baxaq. Birinci mənfi zaten hamıya rahat şəkildə qan köçürə bildi. Burada aqlutinasiya getmədi. Sonra üçüncü qan qrupu. Üçüncü qan qrupu, üçüncü qan qrupuna qan köçürə bilər. Mənfi qan qrupu da mənfi qan qrupuna qan köçürə bilər. Deməli, aqlutinasiya baş verə bilər. Yalnız əgər ikinci qan qrupu 1-ə müsbətə və 3 müsbətə qan köçürərsə, bu zaman həmin resipiyentlərdə aqlutinasiya prosesi baş verə biləcək. Yəni uşaqlar burada qan qruplarını təyin edək. Məsələn, bizə burada bir neçə nümunə verilmişdir. Gəlin bunları biz buradan təyin edək. Deyək ki, bizim burada deməli valideynlərin bir dəqiqə. Demək, valideynlərin qan qruplarını müəyyən etmək tapşırılıbdır. Anti-A-nın üzərinə atanın qanı damızdırılırsa, bu zaman aqlutinasiya baş verdi. Deməli, atanın qanında A antigeni var. B deməli B aqlutinini olan maddənin üzərinə deməli, qan damızdırdılar və burada heç bir aqlutinasiya baş vermədi. Deməli, B yoxdur. Amma D ilə aqlutinasiya baş verdiyinə görə deməli D var. Deməli, atanın qan qrupu A qan qrupu RH, yəni ikinci qan qrupu RH müsbət qan qrupudur. Çünki A da var,
D də var. Ananın qan qrupuna baxaq. Ananın qan qrupunda heç bir aqlutinasiya getmədi. Anti-A ilə deməli A-sı yoxdur. Anti-B ilə aqlutinasiya getdi, deməli B var. Anti-D ilə aqlutinasiya getmədi. O zaman deyirik ki, B, yəni 3-cü qan qrupudur və RH mənfidir. Deməli ata 2-ci qan qrupu RH müsbətdir, ana 3-cü qan qrupu RH mənfidir. İndi gəlin növbəti burada verilən insanların deyək ki, qan qruplarının təyinidir. X, Y, Z və K-nın. Burada nə var? X-də anti-A ilə qrutinasiya etdi, deməli A var. B ilə getdi, deməli B var. D ilə getdi, deməli D var. Deməli A, B qan qrupu və RH müsbətdir. Dördüncü qan qrupu müsbət. Y-ə baxırıq, A yoxdur, B var. Və D ilə aqlutinasiya baş verdi. Deməli, B qan qrupudur, RH müsbətdir. Deməli, üçüncü qan qrupu müsbət qan qrupudur. Z-ə baxırıq, A var, B yoxdur, yenə D var. Deməli, A qan qrupu RH müsbətdir. Yəni, ikinci qan qrupu müsbət. K-ya baxırıq, nə A var, nə B var, amma D var. Deməli, antigeni var. O zaman sıfır qan qrupu RH yenə müsbətdir. Yəni birinci qan qrupu müsbətdir. Elə baxırıq, A-da yox, B-də yox, D-də yox. Deməli, sıfır qan qrupudur, RH mənfidir. O zaman birinci qan qrupu demək mənfi qan qrupudur. Bu belə uşaqlar. Gəlin indi deməli biz baxaq nəyə? Gəlin indi biz baxaq burada elm və texnologiya olan hissəyə. Bizə burada TAVI əməliyyatı haqqında məlumat verilir. Belə ki, deməli ürəyin aorta qapağının deməli qüsurları ürək-damar xəstəlikləri sırasında ən geniş yayılmış deməli belə deyək ki, yayılanıdır. Bu xəstəlik 65 yaşdan yuxarı insanlarda tez-tez baş verir. Səbəbi sol mədəciklə bilirik ki, aorta sol mədəcikdən çıxır. Aorta arasında olan aypara qapaqların kirəcləşməsidir və nəticədə aypara qapağı öz normal fəaliyyətini həyata keçirə bilmir və aortaya qan təzədən geriyə qayıdır. İndi bunun videosuna da baxarıq və ənənəvi cərrahi üsulla cərrahiyyə deməli üçün yüksək cərrahi risk olan və yaxud da əməliyyat üçün uyğun olmayan bu kimi ürək xəstəlikləri müalicəsində ən çox istifadə olunan üsul TAVI üsuludur. Bu daha TAVI əməliyyatıdır ki, bu daha deməli uyğun bir belə deyək ki, əməliyyatdır. Daha risk daha azdır burada. Bu TAVI nə deməkdir? Transkateter aorta qapağı implantasiyası əməliyyatıdır. TAVI proseduru zamanı döş qəfəsi yarılmadan, heç bir kəsik aparılmadan kateter vasitəsilə xəstənin arteriya damarlarına daxil olunur və burada belə deyək ki, bədənində kiçik bir kəsik aparılır və həmin o kiçik kəsikdən onun bud arteriyasına və yaxud da ki, digər arteriya damarına deməli aparılan kateter vasitəsilə xəstənin arteriya damarından girilərək ürəyin aorta qapağına süni bir deməli qapaq yerləşdirilir. Bu yeni qapaq xəstənin öz qapaq quruluşunu itələyərək yerinə oturur. Yəni onun əvəzində olur. Burada ki, bu qapaq var idi, aypara qapaqlar. Bunu itələyir kənara və ora kateter yerləşdirilir. Kateter vasitəsilə də həmin o deməli bu süni qapaq deyək ki, yerləşdirilir. Yeni qapaq yerləşdirilir və beləliklə də qanın ürək kameraları arasında daha asan axmasına şərait yaradır. Baxın, burada süni qapaq bizə göstərilibdir. Bunun süni qapaqsa kateter vasitəsilə deməli oraya yeridilir. Buradan da biz süni qapağın üstdən və yandan görüşünü görə bilərik. TAVI metodu ilə aorta qapağının bioprotezi ürək işlək vəziyyətdə olarkən implantasiya edilir. Yəni burada ürəyi açıq əməliyyatdan fərqli olaraq ürək burada durdurulmur. Çox rahat şəkildə, yəni heç bir ürəyə müdaxilə edilmədən bu həyata keçirilir. Və əvəzedici bu süni qapaq aorta qapağının yerləşdirilməsi üçün deməli hardan? Bud arteriyasından və yaxud da ki, körpücükaltı arteriyadan xüsusi kateter daxil edilir. Kateter aorta qapağı sahəsinə qədər irəliləyir. Gəlin indi bunun videosuna da deməli baxaq ki, görək bunu deməli necə həyata keçirirlər. Baxın, buradan bizə deməli göstərilir ki,
ürək döyünür, yəni ürəyə heç bir müdaxilə edilmir, ürək işlək vəziyyətdədir və buradan deməli biraz da irəliyə aparsaq, hə, burada biz aypara qapaqları görürük, aortada. Baxın, məsələn, buradan bizdə aortanı göstərir. Baxın, aortadan daxilə doğru keçir və oradan aypara qapaqları görürük. Aypara qapaqların açılıb yumulmağını görürük ki, bu aypara qapaqlar nə edir? İçəridən gələn qanı, yəni sol mədəcikdən gələn qan ki, aypara qapaqdan keçəndən sonra qapaqlar qapanır, bağlanır və qanı geriyə axmağa qoymur. Təbii ki, amma aorta qapağının qüsuru olan insanlarda qapaqlar normal fəaliyyət göstərə bilmədiyi üçün qan təzədən geriyə qana qayıdır. Və baxın, kirəcləşir, görürsünüz, necə qalınlaşmağını görürük, qapaqların kirəcləşməsini görürük və normal işləyə bilmir. Baxın, görürsünüz, kirəcləşir və o normal öz fəaliyyətini həyata keçirə bilmir. Bəs yaxşı, bunda nə edirlər? Bu zaman irəliyə gedək. Bu zaman bud arteriyasından, görürsünüzmü? Bud arteriyasından içəri girilərək bud arteriyasından kəsik aparılır və yaxud da körpücük altı dedik, bud arteriyasından kəsik aparılır və ora xüsusi belə deyək ki, tel yerləşdirilir əvvəlcə. Bu süni borunu yerləşdirirlər, sonra ora tel yerləşdirilir, bax bu şəkildə. O tel gedir həmin o damarların içinlə ta gedib aortadan həmin o aypara qapağından keçir içəriyə doğru. Ondan sonra kateter yerləşdirilir. Bax, keçəndən sonra həmin o tel, yardımcı vasitədir sanki, həmin o telə kateter yerləşdirilir. Baxın, görürsünüz, qalın kateter gəldi və o kateter də balon olur. Həmin o kateter aorta qapağı sahisinə qədər irəliləyir, sonra bir balon və yaxud da ki, mexaniki cihazdan istifadə edərək, yəni bu balon gəlir, baxın, şişdir və həmin o balon qoymur ki, aypara qapaqlar bağlansın və aypara qapaqlar görürsünüz artıq bağlana bilmir. Sonra növbəti bir kateter vasitəsilə bu süni qapağı gətirib həmin ora yerləşdirirlər. Baxın, süni qapağı göstəriblər bizə. Növbəti kateter həmin o mexaniki cihazı, yəni süni qapağı gətirir. Baxın, ora sıxılmış vəziyyətdədir. Sonra bu balon genişlənir. Genişlənən zaman o süni bir balon burada genişlənəcək, genişləndirdi. Onu tam oraya yerləşdirdi. Sonradan balon yenidən havası çıxarılır və bu kateter də oradan götürülür. Baxın, artıq həmin o süni qapaq işləməyə başlayır. Kateter də çıxarılır, sonra oradan məftil də geriyə çıxarılır və bundan sonra həmin bu süni qapaq, metal çərçivəyə quraşdırılmış yeni qapaq daimi vəziyyətinə qədər genişləndirildi. Ondan sonra süni qapaq uğurlu yerləşdirdikdən sonra kateter çıxarılır və arteriya buradan, bax, bud arteriyası buradan bağlanır. Əlavə olaraq da digər bud arteriyasından da əslində kəsik aparılır. Bu kəsik də nə üçündür? Həmin bu prosesi izləmək üçün. Bax, burada göstərir ki, digər hissədən kəsik aparılır ki, həmin o hissəni deməli rahat şəkildə izləmək olsun. Bu qədər uşaqlar dərsimiz deməli qan qrupları haqqında və əlavə olaraq da elm texnologiya hissəsində də bizə verilən məlumatlar haqqında da sizə məlumat verdim. Sağ olun, hər birinizə uğurlar.